Selam değerli YouTube izleyicilerimiz. Haftanın ilk günü. Artık saat 28'dir. Madem Odegaard. Odegaard kolyasını tutardı. Hansı Odegaard'dır? Bu milli oynayanlar koruyor. Odegaard nasıl? Hayır, lan Odegaard değil. Başka Odegaard. Evet. Çıkaq. Ölçək hallarıyla en aşağı taraftan başlamalara doğru gedək. Yeniden birlikte Genç sıfatlar arasında başladığımız üçün West'den başlayacaq West 4249 xal, Montenegro 5830 xal, Gürcistan 6000 xal, Lüksemburg 6125, Marylandiya 6250, Cəbəltar 6540, Estonya 4 dənə 6, Andorra 6832, İtvan 7250, Malta 7625, Belarus 7873, Albanya 7875, Şimali Makedoniya 8467, Faralar 9375, Liechtenstein 9500, Moldova 10125, Finlandiya 11425, Qazaxıstan 12000, Letoniya 12250, Bosna Hersek 12968, Kosovo isə 13031 xalları. Keçək digər tərəfə, öz tərəfimizə. Ermənistan 14687 xal 33-cü yer, İrlandiya 15712 xal, İslandiya 16520 xal, Serbiya 16750 xal, Rusiya 17332 xal, Belqrasya 18937, Slovakiya 19125, Azərbaycan 40037. Demək olar ki, artıq Slovakiya dib-dibədir. Hamısı 1000 xal, 1200, 1300 xal fərq var. İsrail 21500, Heyf 1100 civarı bizi keçiblər. Ukrayna 22212, Sloveniya 22593, Xorvatiya 23231, Rumıniya 23800, Avstriya 24050, Şotland 24350, İsveç 25125, Macaristan 25812, İsveçrə isə 27700 xal var. Türkiye tərəfinə gəldiyimiz zaman Kipr 32068 xalla 15-ci yer, Norveç 33712 xalla, Danimarka 34431, Yunanistan 40812, Çekiya 42025, Polşa 40525, Türkiye 45675, Niderland 48896, Belçika 55850, Portugalya 60450 xalla. Portugalya artıq Türkiye ilə deyil, Portugalya artıq deyərəm ki, Fransız klublarla yarışa girib. Və bir ölçək alanını buradan gəzdirək. 3-5 sıraya baxacam deyə. Dediyim kimi də bir də Portugalya, Fransa başa girib. Evet. İngilislər. İngilislər heç nə qazana bilmir. Bir yana vəziyyəti var. 1000/9. 111 tane Serverdə 9-9 qələbə qazansan, ədə vurur, 1000 qal qazanırsan. Bazen məsələn 6-sı qələbə qazanır, tutaq ki, 3-ü bərabərə, üstə gələk, 111 bölü 2 vurur 3, 830 xal. Düşüyor. Hər neysə, oynayalım baxaq. Başta bizi nələr gözləyir. Nahla ikinci dəfə konfrans liqasına başlayacaq. Zilno 2-1, Kotavayis Serbiya qoyacaq klubunu keçə biləcəkmi? Bilirik ki, burada qazanan tərəf Polşa olar. Ronavik 0-2, Koper Faradalar, Sloveniya görüşündə Ronavikin azından 1-0'lıq qələbəsini gözləyərəm. Nəçəndən ki, Sloveniya bəlkə xal yazdıra bilməsin. Onu Kluç 2-2, Brown, Romania, Norveç. Norveçə güvənirəm, Norveç bu oynalar. Şkendiya 1-2, Bravo, Şimali Makedoniya, Sloveniya. Şkendiya, inşallah udarsan. Dilanada Apollon Gürcistan Kipr. Evet. Ümid edirəm ki, Dila Apollon görüşündə Dila qələbə qazanar. En azından gəlir ayaq, hədiyyə böyük ehtimal gedəcək. Gəlir ayaq ölkəsində bir şey, yaxlı bir xal yazılsın getsin. 30 Eskalsiya öz evini 4-0 məğlub eləmişdi. Səfərdə məğlub eləmişdi. Öz evində ki, məğlub eləsə Liechtenstein adına 1000 xal gətirəcək. Liechtenstein. 10500'den Moldova engelli koyacak bir ihtimalle. Evet. Derrisi'den oldu 0 Rijeka'ya uzup İrlandiya. Xorvatiya görüşündə ümid edirəm ki, İrlandiya təmsilçisi Rijekanı məğlub edər. Xorvatiya təmsilçisi var. Veles 0-1 görüşündə
Velizin qələbə qazanacağına əminəm. İnşallah Veliz qələbə qazanır. Bakı 1-1 Sion görüşündə Sion'un qələbə qazanmasını çox istəyirəm ki, Belorussiya xalqsız qalsın. Santa Coloma bir Rabat görüşündə Andorradan möhtəşəm bir qələbə gözləyirəm. Hadi 1-0. En azından 1-0 alınması. Zalgiris 0-3 Dinamo Tbilisi görüşündə, aynen Dinamo Tbilisi Gürcistan, ondan razıyıq. Möhtəşəm bir qələbə gözləyirik yenə ona. Xarcı 2-5 Şehirban görüşündə Şehirban'ı uğurlar arzuluyaq ki, artıq İslam bu hafta böyük ehtimalla konferans liqasına əldə edəcək. Dinamo City 1-1 Alumni görüşündə Almanya oldular. Bilirəm ki, Almanlar bu hafta vacib qələbəsini qazanacaq və bizi sevindirəcəyinə əminəm. Alumini'deki konferans liqasına əldə edəcək. Spartak'tan və CSKA Sofia isə qazanan tərəf Bolqarıstan var, Slovakya bir xal bilməz deyək. Və bu yenidən oyunlar elə hecəcə bitsin və Bolqarıstan final səviyyəsində Slovakiyanı aparar deyək. Levadia 2-1 Göteborg qarşılaşmasında Estonia İsveç. Ümid edirəm ki, Levadia yenidən qələbə qazanar. Öz evində və Göteborg'u məğlub edir İsveç klubunu. Bohemian 2-1 Belkani Romanya Kasal görüşündə. Məncə ikinci cavab görüşündə biz Belkani'nin qələbə qazanacağını gözləyirəm. Bu məsələni ki, yarıda qoymayacaq Belkani. 8-ci Canlı Braqa görüşündə məncə oyun Braqanın xeyrinə olacaq ki, hesab 1-1 bitəcəyinə əminəm və Serbiya klubu asfal yazacaq özümdən düşünürəm. Sıcalan 1-0 Xilives görüşündə İslandiya, Finlandiya görüşü olacaq ki, İslandiyanın xalqasını istəyirəm, Finlandiya və Səfindir. RFS 4-1 Vestri görüşündə artıq İslandiya təmsilçisi Vestrinin vaziyasına əldə edəcəyini biz görürük. İlk təsdifatda Qarabağla qarşılaşan Vestri Qarabağ 6-0 məğlub oldu. Ardında ki, ikinci təsdifatın ilk görüşündə RFS 4-1 hesabla məğlub olaraq yerini böyük ehtimalla artıq göndərəcək İslandiya liqasına ki, yeni mövsüm üçün 2026 yox 2027 2028 mövsümü üçün geri qayıdarlar. Devis Pünik görüşündə Macaristan klubunun Devis'in qələbəsini səbirsizlə yenə gözləyirik. Ümidəm ki, Devis'i Pünik'i məğlub edəcək. Aliskart 1-1 Cefros görüşündə Cefros Cluj'un qələbə qazanmasını çox istəyirəm ki, en azından Qazaxıstan və yaxud Bosna-Hersek klubları qabağa keçər. Ermənistan'da kirdə qoyarıq. Payda Zirə görüşündə Zirədən həftə böyük hesablı bir qələbə gözləyirəm. Ümidəm ki, Zirə udar və həftə 250 xal alarıq və ölkə xalına bir qədəm qoyarıq. Payda indi gəldiyi yeri göndərərik Estonlara. Burada 3-0 Petrokop oldu. Bosna-Hersek artıq təslimata keçir. Gəlin biz də qarşılayaq. Moldova təmsilçisi də ki, bu həftənin etibarilə Petrokop konferans liqasına əldə edəcək. Malişeva 2-1 Hiberniyonun görüşündə Malişeva səfərdə, yox evdə olmuşdu. Malişeva artıq səfərə yollanacaq Şotlandiya səfərinə və ümidlərim forumda qələbə ilə qazanacaqlarına şübhəm yoxdur. Başakşehir Inter görüşündə Inter Finlandiya Türkiyə görüşü olacaq. Ümidlərim ki, orada Başakşehir vacib bir qələbə qazanacaq və Türkiyədən ölkə xalı yazdırar. Polisiya Kopenhagen görüşündə Kopenhagenə böyük şanslar diləyirəm. Ümidlərim ki, Danimarka-Ukrayna görüşündə Danimarka bu görüşü alar və Ukrayna azından qlubları azalar. Biz səmlərik. Paks Panathinaikos görüşü ümumiyyətlə mənim marağımı deyil, çünki ikisi də yuxarıdadır. Amma yenə Yunanistan, Macaristan udar. Stresindən 4 Partizan görüşündə Lüksemburgdan bir qələbə gözləyirəm. En azından gedər ayaq deyək. Vur bir dənə həftə Serbiya xalı deyək. Pişmanlık Avstriya, Wien görüşündə Letonya, Avstriya görüşündə Letoniyanın bir dənə qələbəsini gözləyirik. Bəlkə ikisinin öz evində varacaq, Avstriya varacaq. En azından gedəcəksə 1-0 getsin. Avstriya və təxlal olarsa. Facebook 2-3 oldu görüşündə Letonya bir dənə olursa hesab əminəm ki, Facebook'un ümidinə olmayacaq. Bunlar da xalq ikisini yavaş-yavaş yazacaq. Biz də qabağa gedə bilərik artıq, elə qələbə qazansaq. Hetel Erviki Sporu Dekoruç görüşündə İsrail Bolqarıstan görüşü var ki, bu görüşdə də təbii ki, hədəfim səfərdə məğlub olan Ludogorets. Ümid edirəm ki, öz evində Bolqarıstanda Hetel Ervət qəşəng bir meydan oxuyacağına əminəm və Ludogorets ümid edirəm ki, bu həftə çox maraqlı bir görüşlə yadda qalacaq. Çeçkasi 0 Gent 0 Kagenik görüşündə Ukrayna Belçika görüşündə ümid edirəm ki, Belçika qələbə qazanar.
və bu da yenidən Ukraynanın ikinci klubunun artıq bay-bay deməsidir. Hayek'in 15 Ruslan görüşündə də Hayek'dən bir qələbə gözləyən ki, İsrail klubu bəlkə ala bilməsin. Falar bu Slovenski görüşündə İslandiya Bosna Hersek görüşü var ki, Bosna Hersekin qələbə qazanmasını istəyirəm, ümumən ki, olur, uduzar. Qays Naşirən görüşündə, İsveçdən görüşündə transfer fərqli olacaq və hər ikisini bir-birə gözləyərəm. Neftçi Dinamo Minsk görüşünə görə Neftçi 4 hesabla Dinamo Minsk'e uduzmuşdu. Ümid edirəm ki, səfərdə Neftçi əgər ki uduzacaqsa, ölkə hava yazılıb uduzsun, əgər uduzmayacaqsa da 2 dənəsən vursun və penalti seriyasını daşısın oyunu. Lugano 1-0 Dukakişini görüşürür. Başka İsveç'e Kosovo görüşürür. Mən əmin deyirəm ki, Dukakişini üçün təsbət keçər və İsveç'e təmsil edilən güclü Lugano Dukakişindən vuracaq. Vojvodin Ajax görüşündə isə Ajax demək olar ki, Vojvodin'ın sonuna çıxdı. Vojvodin Ajax isə öz evində Vojvodin'lə oynayacaq və Ajax da orada arzulayaq ki, Serbiya təmsilçisi qalacaq. Bizim 2-6 görüşündə artıq Lüksemburqun şansı heç qalmadı. Lüksemburq artıq ölkə xalına hərbi eləməyə hazırdır. Bisen klubu özü Tembol'da oyun Macaristanda olacaq. Mən də Görozunda 5 dənəsini rahat yetişdirər. Zimmermanq görüşündə isə Moldova təmsilçisinin qələbəsini gözləyirik ki, Novart artıq uduzsun və 3-3 Erməni klubu bərflər evdə gəlsin. Farazmin 3-2 Jablonec görüşündə Çexiyanın tərəfində olacaq. Jablonec üçün bildirəm ki, qələbə qazanar. Martera və 2-0 Torsavın görüşündə Şotlandiya Aralar görüşündə ümid edirəm ki, Torsavın ən azından olacaqsa da 1-0'lıq uduzsun. Qələbə qazanar ölkə xalı yazısını uduzsun. HJK 5-0 Kolderini görüşündə Şimali Yonda artıq ölkə xalına hərbi demiş. Sayılır HJK demədə cavab oyununda da elə Kolderini layiqli bir dəst verəcəyini əminəm. Flora 1-0 Tenesi görüşündə emin edirəm ki, oyun Tenesi'nin xeyrinə olur və Tenesi üçün təsvata qələm qoyacaq. Panavesis 1-1 Topal görüşündə Litvaniya Qazaxıstan görüşündə emin edirəm ki, Topal qələbə qazanar. Qazaxıstan artıq yoluna qəşə şəhəri irəliyəcək. Vardar Keçürəqə görüşündə Şimali Makedoniyanın qələbə qazanmasını çox istəyirəm. Rakovic bir Valletti görüşündə, Polşa Malta görüşündə İşte Valletti artıq əldə edəcəyini əminəm. Mahir Emel'in vurğu olur. Bence Mahir'in dedim daha gol var. Stuşeskan'ın olsa Vitebsk görüşündə Montenegro Belarus ilə Rus'un əgər Montenegro bu oyunu əldə edəcəksə en azından qələbə yaparsın diye. Florin'la bir-birdə görüşündə isə ümid edirəm ki, hər şey Soğanın hələ ki Maltanın təmsil Kadirə Kasavan şeyin olur. Qələbəsin olur. İkinci səsfə çempion liqasında rəqət əmin Şəmrə Xorvas görüşündə Şəmrə Xorvasın qələbə qazanacağına heç şübhəli yoxdur. Ümidəm ki, qələbə qazanması. İberiyə Slovan bitiş alır. İberiyə uğurlar arzulayıram. Dost deyirəm ki, qələbə qazanırlar. Michelib 3-0 Lincoln görüşündə artıq Lincoln şansını itirib səfərdə evində yeniləyəcək bu. Eğer uzayacaqsa da 1-0'lıq qələbə ilə yeniləyirəm. Hər zaman olsun. Sabah 1-0 Kups görüşündə sabahın da mütləq dərəcədə qələbəsi lazımdır ki, ölkə xallarına baxacaq qəşəng əmək olsun. AGF 1-4 Lex görüşündə artıq sabahın da rəqibi bəlli olacaqına heç şübhəmiz yoxdur. Lex AGF ilə öz evində oynayacaq və əminəm ki, Lex'dəki AGF-nin hesablı qələbədə indi olacaq orada. Tuğun bir Dinamo Zagreb görüşündə isə İsveçrənin xalq götürəcəyinə nəsə biraz ümidim var. Fenerbahçe 1-0 Gornik görüşündə isə Türkiyə Polşa görüşündə ümid edirəm ki, yenə qazanan Fenerbahçe var ki, Türkiyə adımları ölkə xala yazırlar. Fenerbahçe demişdən tuturum biraz artıq Fenerbahçe rəqib olmağa çox yaxındır ki, Hertz oynayacaq. Bunu həftənin ikinci günü görəcəksiniz. Klaksivik Zalgiris görüşündə Faralar Litvanı görüşü var. Ümid edirəm ki, Klaksivik bu qələbəni aparacaq. Lar Nəsibə Zvezdan görüşündə isə çox istəyirəm Larna qələbə qazansın, almayacaq. Ona görə Sirens qələbə qazanacaq. Vikingur Hıbeçev görüşündə ümid edirəm ki, Vikingur yenə qələbə qazanacaq və Hıbeçev İsrail təmsilçisi bu xal olmayacaq. Omaniya 1-0 Karat görüşündə isə Karatın qələbə qazanacağına çox ümidlərim var. Levski Sofya Krayov görüşündə Krayov'a uğurlar arzulayaq. Ignatiya görüşündə isə Ignatiya çoxlu uğurlar arzulayaq ki, Sami Gəliyevimiz görsün. Hind təsdifatının Avropa Liqasında Qarabağ Spartak Sofya görüşündə Qarabağa uğurlar arzulayırıq. Dinamo Kiyev Palkok'a uğurlar arzulayırıq. Fenerbahçe Anderlecht uğurlar. Həmdələr Şerifə uğurlar. Torumsu uğurlar görür. Torumsu Karloju görüşündə Norveç Çexiya görüşündə mən kimi olaraq, Norveç uğurlar. Tamam, Beşiktaş Mintikdən gəldim, Beşiktaş'a uğurlar arzulayıq. Skalin Bemska görüşündə isə Bemska'ya uğurlar arzulayırım. Tvente Frens oluşda Tvente'ye uğurlar arzulayıq. Hayduk Pafos uğurlar arzulayırım. Və üçüncü təsdivata həmən qaçaraqdan gələcəyik. Bunu sizsə həftənin ikinci günü baxın. Üçüncü təsdivat 2 lira oluyor.
Həftənin ikinci günü saat 15:15-də görəcəksiniz. Oldu, özünüzə yaxşı baxın. Sağ olun.